Salam hər kəsə. Bugünkü fizika dərsimizin mövzusu elektrik tutumu, müstəvi kondensatorun elektrik tutumu və elektrik sahəsinin enerjisidir. Keçən mövzumuzun izahına kondensator elektrik yüklərini toplamaq üçün istifadə olunan qurğudur. Kondensator sözünün mənası kondensasiya olub sıxlaşma deməkdir ki, məsələn, testlərdə bu sözün mənası bizdən soruşulur. Ən sadə kondensator müstəvi kondensatordur və o bir-biri ilə dielektrik qatı ilə ayrılmış iki metal lövhədən ibarətdir. Məsələn, testlərdə isə şərti işarəsi baxın, iki paralel xətt çəkdik. Sonra həmin xəttlərin kənarlarına sıxacılar qoyulub ki, həmin sıxacılar vasitəsilə kondensator dövrəyə qoşulur. Bu müstəvi kondensatorun şərti işarəsidir. Qeyd edim ki, kondensator qeyd etdik ki, yükü toplayır. Məsələn, kondensatorun şəbəkəyə qoşsaq, şəbəkədən ora elektrik yükü gəlir. Və o topladığı elektrik yüklərini ayırır. Bir lövhəsinə tutaq ki, -15 nanokulon yük yığıbsa, digər lövhəsinin yükü isə olur müsbət 15 nanokulon. Və bizdən kondensatorun yükünü əgər soruşarsa, məsələn, deyir ki, kondensator nə qədər yük toplayıb, onda yükün mütləq qiymətidir, deyirik 15 nanokulon. Amma soruşsa ki, bir lövhəsi nə qədərdir, deyirsiniz müsbət 15, məsələn, digər lövhəsi necədir? -15. Sonra kondensator bəs yükü topladıqdan sonra nə edə bilər? Qeyd etdik ki, yükü topladı, ayırdı. Yəni, onu hər hansı bir avadanlığa qoşan zaman, məsələn, o yükünü ötürə bilər. Bu zaman o yükü ötürür. Kondensator yükünü ötürən zaman, bu zaman elektrik cərəyanı yaranır və həmin cərəyana deyilir boşalma cərəyanı. Və bu cərəyandan, məsələn, fotoqrafiyada, alışqan lampada istifadə olunur. Sonra, digər kondensatorun növləri var ki, məsələn, dəyişən tutumlu kondensator. Dəyişən tutumlu kondensatorun şərti işarəsi bizdə testlərdə gedir. Müstəvi kondensatorla oxşarlığı var. Sadəcə üzərindən bir ox işarəsi götürəcəksiniz. Sonra elektrolitik kondensator. Elektrolitik kondensatorlarda dielektrik rolunu alüminium oksid təbəqə oynayır. Sonra siliyudalı kondensatorlar, kağız kondensatorlar var. Amma bizim testlərdə uşaqlar daha çox müstəvi kondensator və bir də dəyişən tutumlu kondensatorla bağlı testlər gedir. Keçək digər səhifəmizdə. Digər səhifəmizdə isə bütün elektrik avadanlıqlarında istifadə olunan kondensatorların şəkillərini qeyd etmişəm. Məsələn, istifadə olunur kompüterlərdə, televizorda, mobil telefonları, yəni həmin avadanlıqlarda əsas element kimi götürülür. Və bu aparatlarda istifadə olunan kondensatorlar o qədər kiçikdir ki, onları zərrəbinlə görmək olur, yəni lupa vasitəsilə görmək olar. İndi isə keçək kondensatorun elektrik yükünü toplama qabiliyyətini xarakterizə edən kəmiyyət adlanır elektrik tutumu. Baxaq, elektrik tutumu C hərfi ilə işarə olunur. C bərabərdir küp olub. Vahidi, məsələn, yükün vahidi kulon, gərginlik vahidi volt. Buna gərginlik və yaxud da ki, potensiallar fərqi də gedir bizdə testlərdə. Tutum vahidi alimin şərəfinə 1 farad adlanır. Qeyd edim ki, tutum bu düstura tabe deyil. Yəni C, bu düsturdakı Q-dən və U-dan nədir? Asılı deyil. Məsələn, buradan U-nu tapsaq, biz U bərabərdir Q böl C. Baxın, Q böl C. Burada U, Q ilə C ilə amma asıllıqdır. Məsələn, testdə verilə bilər ki, kondensator yükləndikdən sonra mənbədən ayrılıb. Q sabitdir. Bu zaman lövhələr arasındakı gərginlik, məsələn, kondensatorun tutumunun qiyməti ilə tərs mütənasibdir. Amma, məsələn, deyilə bilər ki, kondensatorun lövhələrindəki yükün miqdarını 5 dəfə artırdılar. Bu zaman tutumun qiyməti dəyişmədi, amma gərginliyin qiyməti 5 dəfə nə etdi? Artdı. Bəs kondensatorun tutumu hansı kəmiyyətlərdən asılıdır? Yadda saxlayırsınız, kondensatorun tutumu yəni cihaza aid olan bir kəmiyyətdir. Ona görə də o, cihazı xarakterizə edən kəmiyyətlərdən asılıdır. Məsələn, cihazın həndəsi ölçülərindən, məsələn, lövhələr arası məsafədən, bu D-dir. Sonra lövhələrin sahəsindən burada birinin sahəsi gedir. Baxmayaraq ki, 2 lövhə var, amma burada birinin sahəsi. Sonra lövhələr arasında olan dielektrik nüfuzluqdur. Əgər kondensatorun lövhələri arasına dielektrik daxil edərsə, bu zaman tutumun qiyməti artır. Ona görə yadda saxlayırsınız, tutum dielektrik nüfuzluqla düz mütənasibdir. Dielektrik lövhələrdən çıxarsa, bu zaman tutumun qiyməti azalacaqdır. Və nə yadda saxlayaq? Məsələn, dielektrik daxilində dielektrik olan kondensatorun tutumu dielektriksiz kondensatorun tutumundan epsilon dəfə çoxdur. Sonra testlərdə, məsələn, biz belə bir şərtlə qarşılaşırıq. Bir verilmiş kondensator
Verilmiş kondensator deyirsə, bu zaman kondensatorun tutumu sabit kalır. Sonra digər səhifəmizdə isə, məsələn, qeyd etdim ki, kondensator elektrik sahəsinin yükünü toplayır. Bütün sahələr olduğu kimi elektrik sahəsi də enerjiyə malikdir. Baxın, burada elektrik sahəsinin enerji düsturlarını qeyd etmişəm. Məsələn, W bərabərdir C kvadratı bölü 2. Harada C varsa, yəni tutum varsa, həmin yerə tutumun asılı olduğu düsturu qeyd edib, məsələn, qrafiklər qura bilərsiniz. Məsələn, birinci düstura görə enerji burada C ilə düz mütənasibdir. Amma digər düstura görə isə tərs mütənasibdir. Buna görə də testi oxuyanda diqqətli olmaq lazımdır ki, hansı düstura görə qrafik qurmaq tələb olunur. Məsələn, desək ki, gərginlik sabitdir. Onda WC ilə düz mütənasibdir. Sonra gəlir enerji ıslığı. Enerji ıslığı deməli kiçik W hərfi ilə işarə olunur. Enerjinin həcmi olan nisbətidir. Buradan vahidini çıxarsaq, enerji ıslığının vahidi joule bölünsün metrin kubudur. Burada həcmi S4D ilə açırıq. Sonra yuxarıda elektrik sahəsinin yenə enerjisidir, yəni W-dur. Həmin W-nun yerinə, bax, bu enerji düsturlarından lazım olan düstura yaza bilərik. Əsasən, bax, bir bu düstur yazılır. Bir də bu düstur. O da məsələnin şərtinə uyğun. Məsələn, tutaq ki, gərginlik sabitdir. Bunda biz enerjinin yerinə C kvadratı bölü 2 yazırıq və oradan da C ilə açırıq. Nəticə qalır bu düsturuna. Və yaxud da ki, desək ki, Q sabitdir. Onda enerjinin yerinə Q kvadratı bölü 2C düsturunu yazırıq. İndi növbəti səhifədə daha diqqətli olaq. Baxaq. Deməli, bu səhifəmizdə nələri qeyd etmişəm? Kondensator yükləndikdən sonra sabit gərginlik mənbəyindən ayrılmışdır. Bu sözə diqqətli olun. Əgər kondensator yükləndikdən sonra mənbədən ayrılıbsa, deməli, onun yükü nədir? Sabitdir. Yəni, yükü toplayıb. Məsələn, nə ilə yadda saxlayın? Məsələn, deyək ki, telefonumuzda batareyka var. Məsələn, onun yükü boşalan zaman biz onu şəbəkəyə qoşuluq və bu zaman elektrik yükü yığır. 100% olanda biz onu şəbəkədən ayırırıq. Eynilə kondensator da elədir. Sadəcə işləməsində biraz fərqlilik var. Məsələn, kondensator yükü ani olaraq boşaldır, amma batareyka isə tədricən. Sonra, Q konstantdır. Ona görə enerji düsturu, baxın, bunu seçirik. Q kvadratı bölü 2C və enerji C ilə tərs mütənasibdir. Məsələn, bura C-nin yerinə epsilon 0 S. Bu enerji ıslığıdır. Bura C-nin yerinə biz, məsələn, C-nin yerinə yazacaqsa epsilon 0 S bölü D çıxdı yuxarı. Aldıq burada Q kvadratı və bu düstura görə enerji D ilə düz, məxrəcdəkilərlə tərsdir. Sonra eyni ilə də enerji ıslığı. Baxın, bu düsturun da alınmasını burada qeyd etmişəm. Məsələn, burada elektrik sahəsinin enerjisi var. Onun yerinə Q kvadratı bölü 2C, C-nin yerinə də epsilon 0 S bölü D yazmaqla, baxın, bu düstur alınır. Əsas nəyə diqqətli olun? Bəzən biz bunu unuduruq. Deməli, kondensator mənbədən ayrılanda bu zaman enerji ıslığı lövhələr arası məsafədən asılı deyil. Baxın, düsturda ixtisar gedir o. Sonra, kondensator sabit gərginlik mənbəyinə indidir qoşulmuşdur. Əgər qoşulmuşsa, burada U sabitdir. Enerji düsturlarımız, baxın, hamısını qeyd etmişəm. Məsələn, W bərabərdir C kvadratı bölü 2. Burada U sabitdir. Enerji C ilə düz mütənasibdir. Və biz bu zaman enerjinin C-nin yerinə yenə yazacaq ki, epsilon 0 S bölü D. Buraya yazırıq. U kvadratı bölünsün 2. Bu zaman enerji, məsələn, sahə ilə düz, direktriklə düz, amma məsafə ilə tərsdir. Baxın, fərqə baxın. Q konstant olanda enerji D ilə düz mütənasib idi. Amma, məsələn, U konstant olanda enerji D ilə tərs mütənasibdir. Sonra, məsələn, gərginlik sabit olanda enerji ıslığı S-dən asılı deyil. Məsələn, o düsturları gətirib yerinə yazsaq, bu zaman enerji ıslığının düsturuna sahə ixtisar gedir. Məsələn, yenə yadda saxla. Deməli, Q konstant olanda enerji ıslığı D-dən asılı deyil. U konstant olanda enerji ıslığı sahədən asılı deyil. Yaxşı olardı ki, düsturlar arasında əlaqə yaratmağı bilək. Keçək indi tətbiqlərə. Tətbiqləri çox rahatdır. Çünki düsturları bilsək, tətbiq bizə rahat olacaq. Məsələn, birincidə elə epsilon 0 S bölü D deyirik ki, nədir? Kondensatorun tutumu. Demək olar ki, məsələn, 2-də də elədir. Məsələn, 9-a baxaq. Deməli, 9-dan bizə C-ni verir. İndi siz bura C-nin yerinə yazırsınız epsilon 0 S bölü D.
Kəsrin surətində D var. Məxrəcdə isə epsilon, bur S var. Buradan S'də ixtisar getdi. D'də ixtisar getdi. Epsilonda. Yerdə qaldı epsilon 0. Epsilon 0 gedir. Elektrik sabitdir. Doğru cavab olur. D variantı. Sonra məsələn deyir elektrik tutumunun vahidi. Tutumun vahidi nə dedik? Dedik ki, tutumun vahidi faraddır. Sonra 10 nömrəli test. Kondensatorun lövhələri arasından dielektrik götürülərsə, baxın dielektrik buradan gedir. Dielektrik gedəndə tutumun qiyməti azalır. Bəs neçə dəfə azalır? Dielektrikin qiyməti neçədirsə, o qədər dəfə azalır. İndi 7-dirsə, 7 dəfə azaldı. İndi isə deyir ki, dielektriki daxil etdi. Yəni, kondensatorun lövhələri arasını dielektriklə doldurduqda, bu zaman tutumun qiyməti artır. Yəni, dielektrik bura daxil oldu. Neçə dəfə artır? 7 dəfə artır. Məsələn, 12 nömrəli testdə deyir ki, şəkildəkilərdən hansı kondensatorun şərti işarəsi? Düzdür, elə soruşmur. Deyir ki, hansı yükü toplamaq üçün istifadə olunur? Tərifini soruşur və bilirik ki, bu da kondensatordur. Məsələn, 13-də kondensator verib, deyir ki, bu cihaz nə üçündür? Bilirsən ki, onda elektrik yükünü toplamaq üçün. Məsələn, digər testlərimizə baxaq. 6 nömrəli testimiz. Kondensatorun bir lövhəsi müsbəti 20, digər lövhəsi mənfi 20 yüklənib və bizdən soruşur ki, kondensatorun yükü nə qədərdir? Deyirsiniz ki, mütləq qiymət A bərabərdir 20 mikrokulon. Sonra kulon bölünsün volt. Burada, yəni kübolu. Kübolu bizə verir kondensatorun tutumunu. Doğru cavab olur. Nədir? C variantı. Eyni ilə məsələn burada da C variantı. Sonra sxemdə kondensatorun şərti işarəsi hansı rəqəmlə göstərilir? 3. Məsələn, 8 nömrəli testdə. 8 nömrəli testdə bizdə biraz öskürək tutur məni. Yəni, burada bizdən soruşur ki, burada hansı fiziki kəmiyyət tapılıb. Məsələn, düsturla müqayisə edib, siz bunu özünüz tapa bilərsiniz. Məsələn, düsturla müqayisə etsək, burada dielektrik nüfuzluq yoxdur. Ona görə doğru cavabımız olacaq hansı variant? D variantı. Keçək digər səhifəmizə. Digər səhifəmizdə də yenə eyni ilə həm düsturlar, həm qrafiklər soruşur. Məsələn, 17 nömrəli testdə deyir ki, kondensatorun şərti işarəsi 3. Bu, dəyişən tutumlu kondensatordur. 18 nömrəli testdə diqqətli olun. Burada qeyd olunub ki, verilmiş kondensator. Verilmiş kondensator deyəndə kondensatorun tutumu Q-dən və U-dan asılı deyil. Məsələn, burada Y variantı, burada da D variantı. 22 nömrəli testdə kondensatorun tutumu lövhələr arasındakı məsafə ilə tərs mütənasibdir. Doğru cavabımız olur. Hansı variant? A variantı. Yəni, düsturu bilib qrafikləri quracaqsınız. Məsələn, 24 nömrəli testə baxaq. Kondensatorun lövhələri arasındakı gərginliyi 3 dəfə azaltdılar. Onun elektrik tutumu necə dəyişir? Qeyd etdik ki, tutum Q-dən və U-dan asılıdır. Doğru cavab olacaq, dəyişməz. Digərində deyir, artırdılar. Fərq etməz. Yəni, cavabımız nə olacaq? Dəyişməz. Məsələn, 26 nömrəli test. Kondensatorun bir lövhəsi müsbətdirsə, digər lövhəsi necə yüklənəcək? Mənfi. Məsələn, 27 nömrəli testdə bir lövhəsi mənfidirsə, digər lövhəsi nə olacaq? Müsbət. Sonra 20 nömrəli testdə kondensatorun elektrik tutumunu soruşur. Məsələn, elektrik tutumunu tapmaq üçün baxın, bu düsturu tətbiq edəcəksiniz. C bərabərdir Q bölü. Məsələn, Q-nin qiymətini götürək tutaq ki, 12. Buraya yazaq 12. Yanında da nə var? 10 üstü mənfi 6 var. 10 üstü mənfi 6 mikrodur. Sonra 12'ye uyğun gərginlik 6'dır. 12'ni bölsək 6'ya alırıq 2. Alırıq 2 mikrofarad. Sonra 21 nömrəli testimiz. 21 nömrəli testdə isə bizdə kondensator lövhələri arasındakı bircins elektrik sahəsinin intensivliyini soruşur. İntensivliyin belə bir düsturu var idi. Bizdən bundan əvvəlki dərsdə biz onu keçmişdik. Y bərabərdir U böldü. Buradan qiymətlərini qoyursunuz. Məsələn, U-nu götürürəm 20. Baxın, yazır. Vahidi də voltdur. U-ya uyğun məsafə 2-dir. 2 santimetrdir. Yəni 2 vurulsun 10 üstü mənfi 2-dir. Buradan surətdə bir 10'luq qalır. 10 üstü mənfi 2 çıxır, surəti olur 10 üstü 3. 10 üstü 3 mindir. Bunu biz alırıq 1 kilovolt bölünsün metr. Yəni 1000 kilo deməkdir. Ona görə vahidi də olur volt bölünsün metr. Keçək növbəti səhifəmizdə. Növbəti səhifəmizdə də eyni tipli testlərdir.
Məsələn, 28 nömrəli test. Müstəvi kondensatorun lövhələri arasındakı məsafəni 2 dəfə azaltdıqda, məsafə 2 dəfə azalanda bir tutum necə dəyişər? Biz düsturumuzu yazırıq. Epsilon 0 S bölü. Enerji tutum burada deyilən tərs mütənasibdir. Məsafə 2 dəfə azalanda tutumun qiyməti 2 dəfə artacaq. Doğru cavabımız olacaq B variantı. Digərində isə deyir ki, məsafəni indi artırdılar. Axı dedik ki, məsafə ilə tərs mütənasibdir. Məsafənin qiyməti artanda indi tutumun qiyməti azalacaq. Bəs neçə dəfə azalacaq? 2 dəfə azalacaq. Məsələn, 36 nömrəli testdə soruşur ki, müstəvi kondensatorun tutumunu necə azaltmaq olar? Bunun üçün biz tutumun asılı olduğu düsturu yazırıq. Epsilon 0 S bölü. Baxaq, kondensatorun lövhələri arasındakı dielektriki çıxartmaq. Bəli, biz dielektriki çıxarsaq, bu zaman tutumun qiyməti azalacaq. Elə doğru cavabımız olacaq. Hansı variant? A variantı. Məsələn, digərində deyir ki, dielektrik daxil etsək, xeyir, onda artır. Sonra, məsələn, yükü azaltsa, ümumiyyətlə yükdən də asılı deyil, gərginlikdən də asılı deyil. Sonra, məsafə azalsa, tutumun qiyməti artır. Deməli, bunlar səhv variantdır. Doğru cavabımız oldu. A variantı. Məsələn, 37 nömrəli test. 37 nömrəli testdə baxın, bu düsturdan istifadə edəcəksiniz. Sadəcə bizdən nəyi soruşur? Mənfi, deməli, 1 mikrofarad 12 volt gərginlikdə elektrik tutumu 1 mikrofarad olan kondensatorun mənfi yüklə yüklənmiş lövhəsindəki elektronların sayını tap. Bunun üçün bax, bura Q-nün yerinə N-yə yazırıq. Biz alırıq C bərabərdir. N vur Y bölünsün O. Buradan elektronların, yəni mənfi yüklərin sayını tapırıq. Onsa bir lövhəsi nə qədərdirsə, digər lövhəsində də həmin qədər yük toplanır. Deməli, C vur O bölünsün nə yazırıq? Y. Buradan da alırıq ki, N bərabərdir. Deməli, C-miz neçədir? C-miz 1 mikrofaraddır. Mikro 10 üstü mənfi 6'dır. Gərginlik 12 voltdur. Y, yəni elektronun yükü 1,6 vur 10 üstü mənfi 19. Gəlin onu yazaq, 16 vurulsun 10 üstü mənfi 20. 10 üstü mənfi 6, mənfi 20 gedəcək. Burada mənfi 4 qalır. Onu da kəsirin surətinə çıxarsaq, olur müsbət 4. 16 ilə 12-ni əvvəlcə, məsələn, 4-ə aparaq, sar burada 3, burada 4. 3 bölü 4 biz alırıq 0,75 vurulsun 10 üstü 4. Cavabda isə bizə verib 7,5 vurulsun 10 üstü 13. Eyni ilə 39 nömrəli test eynisidir. Yenə lövhədəki elektronların sayını tapmaq tələb olunur. Həmin düsturu yazmaqla sayı tapacaqsınız. Məsələn, digər testlər isə 32. Kondensatorun lövhələrinin yükünün miqdarını soruşur. Məsələn, bir lövhəsi mənfi 30 isə, digər lövhəsi nə cür 30 olmalıdır? Müsbət 30. Əslində, burada müsbət 30 qeyd edilməlidir. Sonra 33-dən bir lövhəsi müsbət 20-dirsə, deməli, o biri lövhəsi nə cür 20-dir? O biri lövhəsi mənfi 20-dir. Sonra 34 nömrəli test. Məsələn, verilmiş müstəvi kondensator. Verilmiş kondensator deyəndə C sabit qalır. Buradan biz yazırıq ki, bərabərdir C vurur. Q ilə U burada düz mütənasibdir. Gərginliyin qiymətini 2 dəfə artırsaq, deməli, yükün qiyməti də 2 dəfə artacaq. Olacaq Y variantı. Sonra 40 nömrəli testdə deyir ki, hansı ifadələr doğrudur? Məsələn, deyir ki, elektrik tutumu nədən asılıdır? Bunun üçün onun asılı olduğu düsturu yazırıq. Epsilon 0 S bölü. Deməli, nüfuzluqdan asılıdır. Bəli, asılıdır. Lövhələr arası sahədən asılıdır. Amma gərginlik Q yükdən və gərginlikdən asılı deyil. Deməli, 3 səhvdir. Doğru cavabımız oldu hansı? 1 və 2. Eyni ilə 41 nömrəli testdə oxşar tipli testdir. Burada bizdən nə soruşur? Deməli, hansı ifadə doğrudur? Kondensatorun tutumu dielektrik nüfuzluqdan asılıdır. Lövhələr arası məsafədən asılıdır, amma yükdən asılı deyil. Bu səhvdir. Doğru cavabımız oldu 1, 2. 42 nömrəli testdə isə elektrik tutumunun əsas vahidlərlə ifadəsi soruşur. Məsələn, biz bu düsturdan da gedə bilərik. Məsələn, ən yaxşı enerji düsturudur ki, rahatçılıqla çox biz qısa yolla onu beynəlxalq sistemi vahidləri ilə ifadə edə bilir. Q kvadratı bölü 2C. Düsturdan C-ni tapırıq. C bərabərdir. Q kvadratı bölünsün 2W.
Q bizdə elektrik yüküdür. Elektrik yükünün vahidi bizdə kulondur. Kulonu açacağıq. Amper vur saniyə ilə. Deməli 1 kulon beynəlxalq sistemdən amper vur saniyədir. Burada kulonun kvadratı olduğuna görə amperin kvadratı saniyənin kvadratı. Enerji vahidi isə beynəlxalq sistemdən kinetik enerjinin düsturunu yadımıza salar. Məsələn, W bərabərdir mv kvadratı bölü 2. Kütlənin vahidi kiloqram. Sürətin vahidi metr bölü saniyə. Kvadrat olduğuna görə metrin kvadratı da saniyənin kvadratıdır. Bu zaman saniyənin kvadratı çıxacaq kəsrin surətinə. Bax, buradan çıxacaq surətə. Burada 4 olacaq. Onda biz aldıq. Amperin kvadratı vur saniyənin üstü 4. Bölünsün kiloqram vur metrin kvadratı. Doğru cavabımız oldu. Hansı variant? B variantı. Keçək digər səhifəmizə. Digər səhifəmizdə də yenə düsturlarla bağlı testlərimizdir. Məsələn, yüklənmiş kondensatın, yəni ikinci bölmənin testləridir əsasən. Yüklənmiş kondensatın elektrik sahəsinin enerjisi və enerji ıslığı. Hazır düsturlardır. Məsələn, birincidə soruşur ki, enerji hansı ifadə ilə təyin olunur? Məsələn, baxırsınız bu düsturlardan biz bura hansını seçə bilərik? Məsələn, QU bölü 2. Baxın bu düstur. Sonra digərində yenə enerji düsturu soruşur. Məsələn, Q kvadratı bölü 2C. Mütləq düsturları mükəmməl öyrənsəz testləri işləmək çox rahat olur. 3 də C kvadratı bölü 2. Sonra enerji ıslığının vahidi joule bölünsün metrin kubu. Aha, gəldiğinde 5 nömrəli test. 5 nömrəli testi işləmək üçün biz nə edəcək? Burada verib bizə 2W. Və burada surətdə D verib. Həmin D-ni atar məxrəcə. Və yazaq epsilon. Epsilon 0 S bölü D. İndi epsilon 0 S bölü D'yə mən C deyə bilərəm. Onu alırıq C. Burada yazırıq 2W. Və bu zaman enerji düsturlarından birini biz buraya yaza bilərik. Məsələn, mən istifadə edirəm bu düsturda. Bu düsturu gətirib burada yerinə yazsaq, baxın, bunu biz alırıq. Deməli, CU kvadratı bölü 2. Surətdə 2 var, məxrəcdə də C var. 2-lərdə ixtisar getdi, C-lərdə ixtisar getdi. Kökün altından çıxdı, gərginlik. Deməli, burada olacaq bizdə elektrik gərginliyi. Doğru cavabımız olacaq. Hansı variant? C variantı. Məsələn, 6 nömrəli test. Baxın, bu düsturdur. Bəs bu düstur nə formada alınıb? Gəlin alınmasını yazım mən sizə. Məsələn, elektrik sahəsinin enerjisi. Deyir ki, W bölünsün həcmdir. Həcmi açırıq S vur deyinə. Burada enerjinin yerinə yazırıq CU kvadratı bölü 2. Məxrəcdə S vur deyə var. Sonra biz buradan C-ni açırıq. C-ni açanda epsilon 0 S bölü D. Sonra U kvadratı bölünsün 2 S vur D. Buradan S'lər ixtisar getdi. Nəticədə bizdə nə qaldı? Baxın, bu düstur qaldı. U kvadratı bölü D. Qaydadan da bilirik ki, Y bərabərdir U bölü D. Bunda U bölü D'nin yerinə Y yazsaq olur Y'nin kvadratı. İndi baxın, buradan intensivlik tapılır. Y bərabərdir kök altında 2W enerji ıslığı bölünsün epsilon 0. Doğru cevabımız olur bizdə nə? Elektrik sahəsinin intensivliyi. Y variantı. Sonra baxaq hansı testdə. Məsələn, 7 nömrəli test. Verilmiş tutumlu kondensator. Verilmiş tutumlu kondensator deyəndə yazırıq C konstant. Aha, gərginliyi 5 dəfə artıb, olub 5 olub. Bu zaman enerji necə dəyişir? Və biz enerjinin kondensatorun tutumu ilə olan düsturunu seçirik. Yazırıq W bərabərdir C kvadratı bölü 2. Və buradan alırıq ki, enerji U'nun kvadratı ilə düz mütənasibdir. Gərginlik 5 dəfə artanda enerji 25 dəfə artacaq. Olacaq hansı variant? B variantı. Baxın, düsturlar burada qeyd olunub. Yaza bilərsiniz. Keçək digər səhifəmizə. Digər səhifəmizdə yenə eyni tipli testlərdir. Məsələn, deyir ki, gərginlik 25 dəfə azalıb. Gərginlik 5 dəfə azalıb. Onda enerji 25 dəfə azalacaq. Sonra 9 nömrəli test. 9 nömrəli testdə verilənlər yazıb düsturu çıxarmalısınız. Məsələn, tutumun C 2 vurulsun 10 üstü mənfi 6 faraddır. Sonra enerji 10 millijouldur. Milli 10 üstü mənfi 3'dür. Burada da bir müsbətimiz var. Onda olur 10 üstü mənfi 2 joule. Bir kondensatorun yükünü tap. Aha. Bu üç cəmiyyətin bir aralıqda olan düsturu W bərabərdir ki, kvadratı bölü 2 C'dir.
Buradan Q'nu tapanda Q bərabərdir. Kök altında 2 W vur C. Qiymətləri yerinə qoyub yazacaqsınız. Məsələn, gəlin köməkli mən sizə bir yerdə yazaq. Baxaq. Deməli, 2 vur. 2 vur 10 üstü mənfi 6. Enerjidə biri 10 üstü mənfi 2. Deməli, kökdən çıxdı bizdə 2. Bir də 10 üstü mənfi 8 edir. Kökdən çıxacaq 10 üstü mənfi 4. Gəlin baxaq. 2 vur 10 üstü mənfi 4. Doğru cavab oldu bizdə. Hansı variant? A variantı. Məsələn, 10 nömrəli test. Əsas verilənlər yazmalısınız ki, məsələn, C bərabərdir 10 pik aparat. Pika 10 üstü mənfi 12 deməkdir. Mütləq çevirirsiniz, biraz da sadələşirsə, çünki bu 10 üstü müsbət 1'dir. Alırıq 10 üstü mənfi 11 farad və bizdən burada enerjini verib, enerji 800, baxın 800, nana 10 üstü mənfi 9 jouldur. Buradan da soruşur bizdən gərginliyi U-nu. Burada da yine bir 2 sıfırı buradan silip biraz da sadələşdirsək, alırıq 8 orasını 10 üstü mənfi 7. Və istifadə edəcəyimiz düstur W bərabərdir. C U kvadratı bölü 2. Və buradan onu tapırsınız. U bərabərdir 2 W bölünsün C. Qiymətləri qoyub yerinə həll edəcəksiniz. Sonra burada daha çox vahidlərlə bağlı testlərdir. Və bura nəyi qeyd edəcəm mən sizə? Məsələn, işdir, enerjidir, məsələn, W'dur, A'dır. Bunların vahidləri oxşardır. Məsələn, işin düsturunu yazıram, F vurulsun S. Güclə olan düsturu N vur T. Elektrik bəsində Q vurur. Kinetik enerjidə onda yazaq, çünki əsas vahidə gətirmək üçün bu bizə lazımdır. Məsələn, işin və enerjinin vahidi jouldur, 1 jouldur. Bu düstura görə joulu açacaqsınız Newton vur metrlə. Məsələn, bu düstura görə həm düsturu öyrənəcəksiniz. Bu düstura görə watt vurulsun saniyə. Bu düstura görə isə kulon vurulsun volt. Və nəhayət axırıncı düstur bizə onu beynəlxalq sistemə gətirmək üçün istifadə olunan düsturdur. Kilogram vurulsun metrin kvadratı böl saniyənin kvadratı. Məsələn, mən yazıram 11'i. Yazıb Newton vurulsun metr böl voltun kvadratı. Biz bilirik ki, Newton vurulsun metr joulun özüdür. Burada volt olduğuna görə mən joulu elektrik bəsinə olan variantla açıram. Ona mən Newton vur metri kulon vurulsun voltla əvəz edirəm. Onda buraya yazaq. Kulon vurulsun volt. Məxrəcdə də voltun kvadratı var. Biri getdi. Deməli qaldı bizdə. Kulon bölünsün volt. İndi bunu düstura çevirək. Q böl U, Q böl U bərabərdir C-yə. Kondensatorun tutuluna. Məsələn, 13 nömrəli testdə ümumiyyətlə çevirməyə ehtiyac yoxdur. Niyə görə? Hazır elə düsturun özüdür. Aça da bilərim. Məsələn, burada kulonun kvadratıdır. Gəlin yazaq. Kulonun kvadratıdır. Farad dedik ki, farad elektrik tutumunu vahid olur. Faradı açacaqsa kulon bölünsün voltla. Bura faradın yerinə kulon bölünsün volt yazsaq. Kulonlar ixtisar gedir, bir qalır. Volt çıxır kəsrin surətinə. Biz alırıq kulon vurulsun volt. Kulon vurulsun volt enerjinin, işin vahididir. Gəlin baxaq görə bizdə nə verilir? Burada hansı idi? 13 nömrəli testi. Burada verib enerjinin vahidi B variantı. Sonra 14 nömrəli test. Mesela 14 nömrəli testdə kök altında watt vur saniyədir. Kök altında watt vur saniyə joule deyək. Elektrik bəsində farad olduğuna görə joulu da açar, kulon vurulsun voltla. Faradı da açırsınız, kulon bölünsün voltla. Niyə görə yenə qeyd edirəm? Çünki C bərabərdir Q bölü. Q kulondur, U da voltdur. Bu da faradı verir bizə. Burada kulonlar gedir. Kökün altında olur voltun kvadratı. Kökdən volt çıxır. Volt da gərginliyin və ya potensiallar fərqinin vahididir. Doğru cavabımız oldu. D variantı. Hamısı oxşar tipli testlərdir. Digərlərini isə həll etmirəm. Özünüz baxıb həll edə bilərsiniz. Keçək digəri isə qrafiklərdir. Məsələn, gəlin bir 17'ni mən sizin üçün yazım. Deməli, watt vurulsun saniyə. Baxın. Farad vurulsun volt. Vurulsun metr. Qeyd etdik ki, watt vur saniyə jouldur. Aha. Farad vurulsun volt. Çünki faradı açsaq kulon bölünsün voltla. Farad vurulsun volt bizə kulonu verir. Burada da metr var. İndi mən joulu nə ilə açım ki, metrə ixtisar aparsın.
Joule açmaq üçün mən istifadə edəcəm Newton vur metodunu. Yəni F vurulsun S düsturundan. A bərabərdir Fs düsturundan. Bunda burada Newton vurulsun metr. Burada kulon vurulsun metr. Metrlər ixtisar gedir. Buna biz alırıq Newton bölünsün kulon. Newton bölünsün kulon bizə verir F bölkü. F bölküdə bilirik ki, elektrik sahəsinin intensivliyi Y bərabərdir F bölkü. Özdə buradakı hansı yüküdür? Sınaq yükü. İntensivlik də vektorial kəmiyyətidir. Doğru cavabımız oldu hansı variant? C variantı. 20 nömrəli test grafikin qurulmasıdır. Grafik quran zaman mütləq diqqətli olmalılar. Məsələn, deyir ki, enerjinin Q-də. Enerjinin Q-dən iki düsturu var. Məsələn, var QU bölü 2, var Q kvadratı bölü 2C. Yəni, bu düsturlardan görək hansı bizdən tələb olunur. Məsələn, ikisi də var. Məsələn, A variantı düz mütənaşibdir, B variantı da paraboladır. Bəs biz hansı düsturdan istifadə etməli? Baxın, burada yazıb ki, verilmiş kondensator. Verilmiş kondensator deyəndə tutumun qiyməti sabit qalır. Onda biz həmin sabit iştirak edən düsturu seçməli. Bax, bu düsturu seçməli. Onda doğru cavabımız olacaq hansı variant? B variantı. Artıq A variantı bizə lazım olmayacaq. A variantından o zaman istifadə edə bilərdik ki, deyərdik ki, gərginliyin qiyməti sabitdir. Yəni, kondensator mənbədən ayrılıb. Grafiklər hamısı eyni tiplidir. Məsələn, verilmiş kondensator. Yazaq C konusal. Tutumun qiyməti sabitdir. Bu zaman enerjinin adı çəkilir, bir də gərginliyi. İndi biz bu üç kəmiyyətin bir yerdə olan düsturu seçməli. Bu da bizə S U kvadratı bölü 2. Bu zaman alırıq ki, enerji gərginliyin kvadratı ilə düz mütənaşibdir. Bunda doğru cavabımız olur. B variantı. Sonra 21 nömrəli test. Bir yükün verilmiş qiymətində. Deməli, burada sabit kimi nəyi götürür? Yükü götürür. Q konstant. Bəs biz hansı düsturu seçməliyik? Məsələn, biz kəmiyyətlərimizi qeyd edirik. W-dur, C-dir. İndi bu üç kəmiyyətin bir arada olan düsturunu seçməliyik. Onda W bərabərdir. Q kvadratı böl 2C. İndi bu düstura görə, baxın, Q sabitdir. W burada C ilə tərs mütənasibdir. Ona görə doğru cavabımız olur. Hansı variant? D variantı. Deməli, grafikləri işləyəndə mütləq diqqətli olun. Çünki eyni enerji, məsələn, bir dəfə C ilə düz, bir dəfə isə tərs ola bilər. Məsələn, 22 nömrəli testimizdə bizə qrafik verilib və deyir ki, Q-nün U-dan asılı qrafikinə əsasən hansı fiziki kəmiyyətin qiymətini hesablamaq olar. Məsələn, Q-nü U-ya bölsəm, mən elektrik tutumunu ala bilərəm, yəni hesablaya bilərəm. Deməli, bunlardan biri elektrik tutumu. Sonra qrafikdəki altdakı xətti rəngləyirəm. Bunu rəngləyəndə burada üç bucaq alır. Üç bucağın sahəsi QU bölü 2. Q bölü 2 də elektrik sahəsinin enerji düsturudur. Deməli, həm də enerjini hesablaya bilərəm. Ona görə doğru cavabımız olacaq hansı variant? Doğru cavabımız olacaq B variantı. Baxaq, digər səhifəmizdə var. Ehliyəm. Biraz öskürək tutur mənim. Məsələn, 23 nömrəli test elədi. Yenə Q bölü tutumu verir. Buradan fiqurun sahəsi QU bölü 2 isə enerjini verir. Deməli, cavab olacaq B variantı. Sonra enerji sılığını əsas vahidlərlə ifadəsi tələb. Baxın, bu enerji düsturuna baxın, bura atmışam mən yenidən. Bu daha rahatdır. Enerji vahidi jouldur. Joulu beynəlxalq sistemə gətirməyi artıq bilirik. Ən rahat kinetik enerjinin düsturu da mv kvadratı bölü 2. Kilogram vurulsun metrin kvadratı bölü saniyənin kvadratı. Məxrəcdəki həcmdir. Həcmin vahidi isə metrin kubudur. Şimdi baxın, metr kvadratı, metr kubunun biri getdi, qısar. Nəticə nə qaldı? Surətdə qaldı təkcə kilogram, məxrəcə də metr vurur saniyə kvadratı. Doğru cavabımız oldu C variantı. Sonra 26 nömrəli test. 26 nömrəli testdə W verib, Q verilib və bizdən kondensatorun tutumunu tapmaq tələb olunur. Mən W bərabərdir Q kvadratı böl 2C düsturunu yazırsınız. Buradan C-ni tapsaq, Q kvadratı. Məsələn, Q-nü götürək 6. Kiçik də götürə bilərdik. İndi 6 götürdüm. 6 mikrası var. Mikro 10 üstü mənfi 6'dır. 6'ın kvadratı 36. Mikro 10 üstü mənfi 6'dır. Kvadratı verəcək bizə 10 üstü mənfi 12. Sonra 2 vurulsun. Enerji. Enerji 12 millici oldu. Böyle 12 vurulsun. Milli 10 üstü mənfi 3'dür. Burada 12 ilə
36 gedir x-lər. Burada 3 qalır. 3 ilə 2 getsə x-lər 1 tam onda 5 olacaq. Hansı variant? A variantı. Mesela 10 üstü mənfi 3 surətə çıxır. Burada mənfi 9 qalır. 10 üstü mənfi 9 da nana deməkdir. Doğru cavab oldu A variantı. Digərləri yenə bizdə vahidlərdir. Məsələn, bu vahidlərin içərisindən mən sizə istəyərdim hansını eləyim. Baxın, 29-u. Burada kilogram vurulsun, metrin kvadratıdır, saniyenin kvadratı jouldur. Buraya yazaq joule. Farad vurulsun, volt isə kulondur. Yəni, Q bərabərdir, C vur, çünki yükün vahidi kulondur, tutumun vahidi faraddır, gərginliyin vahidi voltdur. İndi mən joule-da nə ilə əvəz etməliyəm? Elektrik bəhsində joule-da həmişə əvəz edəcəksiniz, kulon vurulsun voltla. Məxrəcdə də kulonlar getdi, yerdə nə qaldı? Volt. Volt oldu nəyin vahidi? Elektrik gərginliyinin vahidi. Yəni, A bərabərdir Q vuru düsturuna mən istinad edib tapdım onu. Yəni, kulon vurulsun volt. Bu bizə nəyi verir? Bu bizə joule verir. Keçək digər səhvimizə, əgər testimiz varsa, bəli, var testimiz. Məsələn, 30 nömrəli testə baxaq. 30 nömrəli testdə kondensatorun yükünü 2 dəfə artırdıqda ona nə yazacaq? Q2 bərabərdir 2 Q1. Aha, elektrik sahəsinin enerjisi W2 bərabərdir W1 üstə gəl 240 joule artdı. Bizə deyir ki, enerjinin başlanğıc qiymətini tap. W1-dir. Burada verilmiş kondensator deyirsə, tutumun qiyməti sabitdir, C konstantdır. Bu zaman biz enerji düsturunu seçirik. Seçdiyimiz enerji düsturu W bərabərdir. Q kvadratı böl 2C. Mən bax burada W1-i tapmalım, amma burada W2 də var. Baxaq. Q'nun qiyməti 2 dəfə artanda enerji Q'nun kvadratı ilə düz mütənasib olduğuna görə enerjinin qiyməti 4 dəfə artacaq. W2 bərabərdir 4W1 və W2-nin yerinə yazırıq 4W1 bərabərdir W1 üstə gəl 240. Məchulları bir tərəfə yığırıq. Burada olur 3 W1 bərabərdir 240-a. Buradan da W1 bərabərdir 80 joule. Məsələn, bu üsul daha rahatdır, amma digər üsuldan da istifadə edə bilərsə, nə edərsə? Deməli, W ilə Q arasında tənasüb qurub, şərtləri tənasübdə yerinə yazarsınız. W2 bölünsün W1 bərabərdir. Mən sizə tənasübü qururam. Q2-nin kvadratı bölünsün Q1-in kvadratı. Baxın, bu şərtləri bir şərt Q2-nin yerinə yazacaqsınız Q1, amma bura kvadrat şəklində yazacaqsınız 4Q1. W1'in yerine yazacaqsınızsa W1 üstə gəl 240. Eyni cavabı alacaqsınız. Cavab olacaq 80 joule. Keçək digər testimizə. 32 nömrəli testdə isə deməli, kondensatorun lövhələri arasında sahədə bir cins sahədir və həmin sahəyə bir müsbət yük gəlib daxil olub. Müsbət nöqtə və kondensatorun lövhələri arasında ABC trayektoriyası üzrə sabit sürətlə hərəkət etdirir. Deməli, yük burada olur. Müsbətdir. Gəlin qeyd edək, müsbətdir. Müsbət yükdürsə, onu mənfi tərəf özünə bir F qüvvəsi ilə çəkir. F bərabərdir QY qüvvəsi ilə. A-dan B-yə də onun sürəti. İndi gəlin baxırıq uşaqlar. Deməli, AB hissəsində zərrəciyə təsir edən qüvvənin istiqaməti sürətin istiqaməti ilə düşdü üst-üstə. Bu zaman zərrəcik bir cins elektrik sahəsində hərəkət edir, bərabər yeyinləşər. Bərabər yeyinləşən hərəkət edirsə, onun kinetik enerjisi artır. Kinetik enerjisi artanda potensial enerjisi azalacaq. Baxın, burada da potensial enerjinin azalan variantı da D variantı. Digərində isə B-dən C-yə. B-dən C-yə zərrəcik sürəti qüvvəyə perpendikulyardır. Onda zərrəcik sahədə iş görmür. İş görmürsə, onun hərəkəti olur. Bərabər sürətli hərəkət. Bərabər sürətli hərəkətdə kinetik enerjisi sabit qalır və bu zaman potensial enerjisinin dəyişməsi də dəyişməyəcək, kinetik də dəyişməyəcək, qiymətləri sabit qalacaq. Doğru cavabımız olacaq hansı variant? Bir variantdır. Nəhayət 33 və ya 34 nömrəli testləri isə doğru olanları seçməlisiniz. Deyir ki, kondensatorun yükünü artırdılar. Yəni Q artdı. Q artanda bilirik ki, kondensatorun lövhələri arasında, məsələn, U bərabərdir Q bölü C.
C'nin sabit qiymətində çünki tutum Q-dən asılı deyil. U artı, Q artırsa deməli U da artdı. Deməli götürürük. Kondensatorun lövhələrində gərginlik artdı. Məsələn, burada yazıb ki, kondensatorun tutumu artar, azalar. Bu səhvdir. Bu da səhvdir. Enerji. Enerji düsturu götürəcəksiniz. Q kvadratı bölü 2C. Enerji Q kvadratı ilə düz mütənasibdir. Onda Q artanda enerjisi də artıdır. Doğru cavabımız olacaq 1, 5. Və nəhayət 34 nömrəli test. Müstəvi kondensatorun yükünü azaltdı. İndi də Q'nun qiyməti azaldı. Yine tutumun qiyməti dəyişməz. Məsələn, burada yazıb ki, tutum artar, azalar. Bu səhvdir. Amma gərginlik. Çünki C'nin sabit qiymətində gərginlik Q'nun qiyməti ilə düz mütənasibdir. Gərginlik azaldı. Enerji. Enerji düsturu yenə. Biz elə bir düsturu seçməliyik ki, orada tutum iştirak etsin. Çünki o sabit qalır. C konstantdır. Enerji burada Q ilə düz mütənasibdir. Burada Q'nun qiyməti azalandan enerjinin qiyməti də azalır. Deməli, doğru cavabımız gərginlikdə azaldı. Enerjinin qiyməti də azaldı. Cavab oldu bizdə 2, 6. Bugünlük səhv etmirəmsə bu qədər. Aha, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Yəni mövzunun ardı olacaq. Sağ olun.